Salam dostlar, bugün biz yenə Şəkidəyik. Yaxşı ki, Şəkiyə gəldik. Əyləncə parkındayıq. Qardaşıma baxın, bir dəqiqə dönsün, göstərəcəm. Yəni gözəl bir yerdir bura. Bir dəqiqə. Baxın. Çox gözəldir. İndi mən də minəcəm. Burada mitinglər də var. Belə yerləncəyə minib uçmaq da var. Baxın, bir dəqiqə göstər. De belə, bir şey də var. Çaşqaların içinə o səni fırladır. Çarpışan arabalar da var belə. Allah da orada. Baxın. Tərpənmə. Korkma bir şey yok. Ha. İçe koy ya orasını. Gel bırak. İçe koy. Bastır. Beni ileri tut. Gel. Aç beş oldu. Gel sen dön. Parkda əyləncədən sonra dedik ki, Şəkidəki Kiş Alban məbədinə gedək. Buranın mənzərəsi çox gözəldir, dağlıq ərazidir. Burada köprü də var idi. İndi biz köprüdən keçdik. Alban məbədinə doğru yaxınlaşırıq. Burası İsmaildakı Lahıc yolunu xatırladır. İndi çatmağa hazırlaşırıq. Burada gedirik. Artıq yaxınlaşdıq. Budur, Alban məbədinə çatdıq. Bu plakatlarda da onun haqqında məlumatlar verilib. Kiş Alban məbədinə giriş elədik. Məbədin ərazisinə daxil olduq. Burada məlumatlardır, Azərbaycan dilindədir. Burada ingilis dilindədir ki, turistlər onu başa düşsünlər. Burada artıq qalıqlardır, insan qalıqları, əvvəl yaşayan insanların qalıqlarıdır. Sümük, iskelet, qol, ayaq, kəllə. Bura məbədin içidir. Burada qab-qacaqlar, qorulan əşyalar var. Orada olan zaman buranı xarici vətəndaşlar da seyr eləyirdi. Turistlər də gəlib baxırdılar. Burada isə xaç nümunələri var. Xaç xristianlar üçün müqəddəsdir. Burada lampalar var, qədim lampalar. Burada mən. Burada taklar var, üzük. Burada da xaç dəmirdən hazırlanıb. Burada bərbəzək var, çubuq var. Burada lampadır, qədim lampa. Burada üzüklər. Burada da isə burada sümüklər, insan qalıqları. Burada da lampa və xaç. Bələdçi turistlərə məbəd haqqında məlumatlar verirdi. Bunlar meçidlərdir. Bu misqablardır. Bunlar kilsələrdir. Xristianların kilsələridir. Burada yenə misqab qacaqlardır. Bunlar Şəki ərazisində olan maketlərdir, kilsə maketləri. Bura qədim insan yaşayış məskəni olur. Burada qədim insan qalığıdır. Və dövlət tərəfindən qorunur. Ərazisi həm təmiz, həm də gözəldir. Orada çoxlu turistlər var idi. Çinlilər, ruslar. Qardaşım onlarla diyaloqa girdi. Kim var sənin? Çinlilər verdi, sağ olsun. Turistlər. Sən alırız bu? Biləməyəm. Sağ olsunlar. Pulsuz girib adama 25 manatdan. Çinə gedəndə qaytararsan pullarını. Bizim Çinli dostlarımız bu Mehriban bəy və xanım idi. Sonra burada xatirə şəkilləri çəkdik. Bura ailəmizlə gəlmək bizə çox xoş oldu. İzləmədə qalın dostlar, hələlik.